vaxt var idi küləyə şey eləyirdik ki, külək əsməsin, rahat işləyək. İndi külək üçün yalvarırıq ki, Allaha ki, biraz külək əssin, sərin olsun. Görürsünüz, axtardığınız külək deyə, oy. Külək vurur, vurmanı. Prosta isti havanı vurur. Ona görə üzümü bağlayıram. Vizorumu açıq saxlamıram, çünki isti hava vurur üzümə. Bədənimə yenə problem deyil, amma adamın üzünə isti hava vuranda adam lap birtəhər olur. Əllərim tərləyir tez-tez. O motosikletdə əl tərləməyi yaxşı bir şey deyil. Ona görə əlcək taxmaq əslində olar. Yay əlcəyindən gedir də söhbət burada. Həm təhlükəsizlik üçün, həm də tərləməyə qarşı yayda əlcək taxa bilmirəm. Bir ara yadıma gəlir, söhbət gedir arası bundan bir 7-8 il qabaqdan əlcək taxmışdım. Göyə getdim əlcək aldım ki, yay əlcəyi ki, və kişinin oğlu ayda buradan dönməliydim, deyəsən. Neyse qabaqdan dönərik. Elə düz gəlmişəm, elə buradan dönməliyəm. Özümü çaşdırdım. Xanımlar biraz ehtiyatlı olsun. Bir ay mı, 2 ay mı keçmədi. Təsəvvür edin ki, əlcəkdə barmaqsız əlcəkdi. Onda da velosiped sürürdüm. O qədər gülməli görünürdü əlim. Əlimin elə bil ki, indi biraz qabağa gedim göstərəcəm burada. Əlimi qazdan çəkə bilmirəm, göstəreyim. Burada trampolinləri qoydular. Böyle bir ki, əlimin burası yarısı qapqara, yuxarı hissəsi də, aşağı hissəsi də ağappaq. Ayda, bir dənə utanırdım. Kim görürdü, gülürdü məni. Ondan sonra da tövbə elədim əlcəyə yayda taxmağa. Barmaqsız əlcək ümumiyyətlə çox eybəcər göstərir əli. Elə əlim qoy qaralsın, eybi yoxdur. Görüntüdənsə elə qara olmağı daha yaxşıdır. Əslində bu da belə də şey göstərir. Məsələn, bunu çıxardanda qolum bura qədər ağdır, buradan sonra qaradır. Qızın ona görə çarə yoxdur. Bu nə etmək istəyirsən? Maksimum çalışmaq lazımdır ki, gedib gələnə kimi kölgədə saxlayasan ki, isinməsin motosiklet. Ya Allah. Bu velosiped zolağını da çəkdilər. Qaldı yarımçıq. Elə bu nə idi o şeyin adı yadımdan çıxdı. Tədbir oldu ya Bakıda. Şəhər salma ilə bağlı, nə bilim o. Həmin dövrdə saldılar velosiped yolunu oradan Xətaydan. Elə də qaldı. Hətta elə biri var idi, orada cızığın atmışlar. Heç cızıqdan sonra heç xəttəmə də eləmədilər. Görək də inşallah növbəti tədbir nə vaxt onu gözləyirik ki, o işi davam elətdirsinlər. Tədbirdən tədbir ancaq bizdə iş görürlər. Bundan növbəti Formula 1 olacaq ki, yəqin o vaxtda çəkərlər yenə. Canayi bibi. Bu istidə yazıq pensiyasını alıb evdə oturmaqdan işləyir, əziyyət çəkir. Bəzən belə yaşlıları görəndə o bir-iki, nə bilim, şəxsiyyəti olmayan mı deyim, nə deyim, o dəqiqə girir fikir bildirir ki, məsələn, haradasa belə bir video çıxır qarşıma. Baxıram şəhərlərə, bir də görürsəm, həqiqətən şəxsiyyətini itirmək lazımdır o fikir bildirmək üçün. Bir cavan vaxtı şey eləməyib də, sən nə bilirsən o cavan vaxtı nə eləyib, nə eləməyib, necə bu vəziyyətə düşüb. Cəmaatın dərdini çəkdiyan var sənə. Sən ged işinlə məşğul ol. Qayıdıb deyir ki, cavan vaxtı özünə günahlanmayıb, indi qoca vaxtı düşüb belə. Adama deyərlər ki, heç sən sabahından olacaq onu bilmirsən. Sən necə cəmaatı belə qınayırsan çox rahat. İndi özü cavandır ya, özü bilmir nə olacaq gələcəkdə. İndi yəqin ki, nəsə bir dünəmi, sırağayım özünə yaxşı bir iş tapıb, biraz maaşı yüksək. Bu artıq özgüvən yaradıb buradan. Özgüvən yaradıb bunda, bu belə yaşlı insanları görəndə deyir ki, yəqin cavan vaxtı özünə bir günahlamayıb. Bu fikirləşmir ki, sabah o ev də əlində olmaya bilər, o maşın da olmaya bilər, o mal mülk də olmaya bilər. Yəni insanları qınamağa nə var ki? Dünyanın ən asan şeyidir. Amma birinə bir 5 manat yardım eləmək, 10 manat yardım eləmək o çətin işdir. Birinə bir əl tutmaq, birinin bir səsini ən azından işıqlandırmaq, o çətin işdir. Yəni qınamağa nə var ki? Mən də oturum sabaha qədər deyim ki, o niyə belə eləyir, bu niyə belə eləyir. Neyse. Yaşlı insanları qınamaq asandır. Yaşlı insanı qınamağa nə var ki? Görür ki, əlində ağır yük daşıyır, o yaşında yer süpürür, başlayır qınamağa ki, bu cavan vaxtı yəqin nə eləyibsə, indi onu əziyyətini çəkir. Sən kimsən axı, kiməsə nəsə həyat şeyini müzakirəyə çıxardasan. Neyse. O, keçdik. Burada dayanmaq olmaz. Aha. Bugün günlərdən şənbə günüdür. Bir də inşallah birinci gün işə çıxacam. O, nə eləmək istəyir? Belə azmaz tıxac var, amma axan tıxacdandır, yəni inşallah ki tıxaca düşməyəcəyik. Siz nə edirsiniz dostlar? Biraz dedim kameranı qoşum söhbət eləyə görək, həm də yeni videomuz da olsun. İstəmirəm boş geçsin gün,
hansısa gün video gəlməsin. Ona görə məcburam ki, biraz söhbət videoları olsun. Bu arada mən YouTube'dan başqa platformlarda paylaşım etmirəm. Mənim əvəzimə paylaşım edirlərsə də bilmirəm və o platformlarda məsuliyyəti daşımıram. Mən yalnız Yolsuz YouTube kanalında, yalnız bu kanalda, YouTube kanalında paylaşım edirəm. Başqa heç bir sosial şəbəkədə, heç bir platformda yoxam dostlar. Bunu deyim biləsiniz. Niyəsə mənə YouTube həmişə doğma gəlib. Yəni mən elə ta o vaxtdan artıq bəlkə də 10 ilə yaxındır ki, YouTube'da videolar çəkirəm. Mənə Instagram yoxdur, məndə məsələn TikTok yoxdur və maraqlı da deyil açığı. Ümumiyyətlə belə bir vaxtım da yoxdur, yəni ki mən gündəlik olaraq TikToka, Instagrama və ya başqa sosial şəbəkələrə girim. Günüm qaça-qaçla keçir onsuz da. Qaldı ki mən yəni belə bir boş vaxt tapım, vaxt öldürüm yoxdur elə bir şey. Bir dənə YouTube'da varam. YouTube'da da yenə heç demək olar ki başqa videolar belə izləməyə vaxtım olmur. Elə bir dənə öz videolarımı atıram, paylaşıram. İnanın elə vaxt olur ki, heç öz videomu belə yəni tələm-tələsi sürətli formada izləyirəm görüm. Yəni ən azından montaj sırasında nəsə bəlkə unutmuşam, bəlkə nəyisə düz eləməmişəmsə, ən azından o problemləri düzəldim. Onu belə bəzən elə olur ki, tez-tez 2x-də falan izləyirəm. Çünki həqiqətən vaxtım yoxdur. Gündəlik olaraq səhər durub idmana gedirəm. Oradan qayıtmağım, eləməyim, elə tələm-tələsik. Əvvəllər mən səhərlər özüm yemək bişirərdim. Heç inan ona da vaxt olmur. Çünki artıq YouTube'da da başladım deyə montaj prosesi falan da günümün demək olar ki, bir hissəsini artıq yəni montaja ayırıram deyə məcburam ki, yeməyi də kənarda yeyim. Yəni evdə bişirə bilmirəm. Təbii ki, bu da büdcəmə də təsir edir. İstər-istəməz. Yəni kənarda yemək. Əvvəl özüm evdə bişirərdim. Həm ucuz başa gələrdi, həm də daha sağlam olardı. İndi hal-hazırda yemək qrafikimi belə pozmuşam. Demək olar ki, günortalar yeyirəm normal. Səhərlər adətən yemirəm. Axşamdakı uzağı ya meyvə ya belə atışdırmalıq nəsə yeyirəm. Axşam gəlib yesəm nəsə, bu dəfə yata bilməyəcəm. Onsuz da yuxu problemi yaşayıram. Yəni az yatıram daha doğrusu, yuxu problemi deməyək, az yatıram. Yuxum qaçacağı bilirəm. Heç olmasa o 6 saat rahat yatım deyə məcburam axşam yüngül nəsə meyvə falan yeyim. Belə olan halda da məcburam ki, günorta yeməyimə daha çox fikir verim. Çünki gündə bir dəfə yeyirsənsə, onu da normal yeməlisən. Çünki mən gün ərzində kalori də çox itirirəm. Həm üzürəm, həm velosiped sürürəm, həm işdə hərəkət çox eləyirəm. Yəni velosiped sürürəm deyirəm, bunu işdə sürmürəm. Velosipedimi işdən əlavə sürürəm. Ayrıca işdən qabaq. İşdə isə sürdüyüm velosiped baxmayaraq ki, yarı elektron velosipeddir, amma yenə də o da bir növ hərəkətdir. Üstəgəl zaten bizim iş adi motosikletlə belə işləsən yenə də hərəkətli işdir. Qalxırsan, düşürsən, gedirsən, gəlirsən, ora bura, yəni istərsəməz aktiv bir həyat yaşayırsan. Zaten bizim işimiz də bağlı da onsuz da hərəkət eləyirik. Bu da bir tərəfdən kalori itirməyimə səbəb olur. Mən də təbii ki, arıqlamaq yaxşı bir şeydir, amma çox da arıqlamaq istəmirəm. Yəni ən azından ondan aşağı düşmək istəmirəm. Bunun üçün də təbii ki, yeməyimə fikir verməliyəm. Yeməyimə də ki, ancaq günorta yeməyi yeyirəm deyə bütün yük düşür günorta yeməyinə. Bütün yük düşür günorta yeməyinə və məcburam daha yaxşı qidalanım. Bütün yükü bir öğünün üstünə salanda, bir yediyimiz yeməyin üstünə salanda, o da ki, təbii yaxşı bir şey deyil. Mədəni incidirsən. Üstəgəl mən günorta yedikdən sonra yenə iş vaxtı olduğu üçün işimə davam etməliyəm. O da bir tərəfdən işimə çətinlik yaradır. Hələ ki bir düzəni otuzdıra bilməmişəm. İnşallah çalışacağam ki, bir düzəni yaradım artıq. Çünki belə olmayacaq, belə gedişlə. Artıq özümə ziyan eləməyə başlayacağam. Hər videoma 50 nəfər, 20 nəfər belə baxsa, bu videolar yenə gələcək. Bunu mən öncədən də demişəm. O barədə ən azından özümə söz vermişəm ki, videolar gələcək. Gələcək inşallah, yəni boşboğaz videolarında əsas çətinliyimiz mövzudur. İnşallah mövzu da tapacağıq. Yəni mövzudan çox mövzu var. Baş qarışdırmaq üçün. Bu nə də? Şuşa qırıntısıdır ya. Şuşa qırıntısı keçib tərəfə. Şuşa qırıntısı. Ora girmədim ki, təkərimiz adımı deşməsin. Keçək, yandı bizə yaşıl.
Məsələn, bu videoları çəkmək mənim üçün çox maraqlıdır, amma montaj prosesi biraz həm maraqsız proses deyərdim, həm də ilk başlarda maraqlı olur. Biraz həvəsə düşürsən, montaj eləyirsən, amma bu artıq davamlı şəkildə hər gün olduğu zaman gündəlik olaraq motivasiya ehtiyac olur. Bəzən o qədər çökürsən ki, o qədər bir həftə montaj eləmək istəmirəm, amma təəssüf ki olmur. Çünki söz verdiyim kimi gündəlik videolar atmalıyam. Gündəlik videolar atmaq üçün də gündəlik montaj eləməliyəm. Gündəlik etməsəm belə ən azından tutar ki, bu gün montaj elətdimsə də ən azından bir 3 günün videosu çıxmalıdır ki, 3 video çıxmalıdır ki, 3 gün ən azından mən dincəlim və ya montaj eləməyim. Məsələn, sabah bazar günüdür, sabah evdəyəm, istirahət etməliyəm, amma sabah yenə istirahətsiz məcburam kompüterin qarşısında montajla məşğul olum və ən az bir 3-4 video hazır eləyim, qoyum öncədən ki, həvəssiz olduğum günlərdə ən azından bilim ki, öncədən video var. Belə, dostlar, bu qədər bəsdir məncə. Videolar bəzən uzun olur, bəzən qısa olur. Yəni, belə bir hədəf qoymamışam ki, videonun uzunluğu bu qədər olacaq. Yəni, bəzən olacaq 6-7 dəqiqə, bəzən olacaq 15-20 dəqiqə. İndi nə qədərinə baxa bilsəz, baxın. Like etməyi unutmayın təbii ki. Ən azından bilim ki, mənim videolarımı izləyənlərdən neçə nəfər həqiqətən bəyənir, neçə nəfər yeni video gəlməsini istəyir. Mənə də motivasiya olsun ki, o bayaq dediyim mövzu, yəni yeni video montaj sırasında ən azından o like'lara baxıb deyim ki, bax, bu 10 nəfər, 15 nəfər like eləyib, ən azından onların xətrinə bugün həvəsə düşüb işimi yarımçıq qoymayacağam, montaj prosesini edəcəm deyim. Öpürəm hamınızı, izlədiyiniz üçün çox sağ olun. İnşallah sabah görüşərik yeni video ilə. Xudahafiz.